Salam əziz abituriyentlər. Deməli, bugünkü mövzumuz Sacilər dövləti. Deməli, əvvəlki mövzularda keçdiyimiz kimi Ərəb xilafətinin parçalanması nəticəsində Azərbaycanda müxtəlif dövlətlər yarandı. Onlardan biri Şirvanşahlar, digər dövlət Sacilər olmuşdur. Sacilər elə Mərkəzi Asiyanın Şuşana vilayətində yaşamışlar. Onu dövləti idarə edənlər Afşin titulu daşımışdılar. Sacilər sülaləsinin banisi Əbu Sac Divdada Ərəb xilafəti həmin Azərbaycanı iqta olaraq vermişdir. Əbu Sac Divdad əvvəllər Ərəb ordusunda sərkərdə kimi iştirak etmiş, 865-ci ildə baş verən qiyamı yatırıb mükafatlandırılmışdır. Sacilər sülaləsinin dediyimiz kimi banisi Əbu Sac Divdad olmuş, 898-ci ildə oğlu Məhəmməd ibn Sac Sacilər dövlətini yaradıb, 898-9-cu illərdə adına pul kəsdirmişdir. Sacilər Azərbaycan cənub torpaqlarında yaranmış, birinci paytaxtı Marağa, ikincisi Ərdəbil olmuşdur. İlk dəfə Azərbaycanın vahid dövlət halında birləşmişdir. Azərbaycanın belə deyək də Dərbənddən Zəncana qədər Azərbaycan torpaqlarını Sacilər dövləti əhatə etmişdir. Deməli, sonrakı dövrdə Saci hökmdarı Yusuf ibn Əbu Sac oldu. Yusuf ibn Əbu Sac 912-ci ildə ərəb qoşununa verilən vergini dayandırıb, hətta 917-ci ildə ərəblərlə döyüşdə qalib gəlmişdir. Lakin sonrakı dövrdə ərəblər tərəfindən həbsxanaya salınmış, əhalinin etirazları, üsyanları nəticəsində həbsxanadan azad edilmişdir. Deməli, Sacilər Ani, Dəbil, Tiflis, Kaxetiyanı ələ keçirmiş, Dərbənd əmirliyini, Şirvanşahları asılı hala salmışdır. Sacilər dövləti eyni zamanda Samanilərlə mübarizə apararaq Rey şəhərini ələ keçirmişdir. 941-ci ildə Sacilər dövləti Savari sülaləsi tərəfindən süqut etmişdir. Son hökmdar Deysəm olmuşdur. Gəlin mövzunu möhkəmləndirək. Sacilər dövləti nə vaxt yarandı? 898. Kim yaratdı? Məhəmməd ibn Sac. Paytaxtlar Marağa, Ərdəbil. Sülalənin banisi Əbu Sac Divdad. Azərbaycan vahid halda birləşən hökmdar Yusuf ibn Əbu Sac. Ərəblərə vergi verməyi nə vaxt dayandırdı? 912. Nə vaxt ərəb qoşununu məğlub etdi? 917-ci ildə. Hansı əraziləri əhatə etmişdi Sacilər? Dərbənddən Zəncana qədər əraziləri. Asıla saldıqları ərazilər Dərbənd əmirliyi, Şirvanşahlar, Gürcülər, Kaxetiya və digər əraziləri özündən asıla salmışdılar. Samanlılarla mübarizə aparıb hansı ərazini ələ keçirmişdir? Rey şəhərini ələ keçirmişdir. Sacilər dövləti nə vaxt sübut etmişdir? 941-ci ildə. Kimlər tərəfindən? Salarilər tərəfindən. Son hökmdar kim olmuşdur? Deysəm son hökmdarı olmuşdur. Sacilər mövzusu bundan ibarət idi. Sağ olun.